Bugün sizə ektopik hamiləlikdən danışacağam. Ektopik deyəndə, yəni uşaqlıqdan kənar hamiləlik. Normalda biz hamımız öyrəşmişik ki, hamiləlik normal uşaqlıq daxilində yerləşər və uşaqlıq daxili bu hamiləliyin inkişaf etməsi üçün ən uyğun normal mühitdir. Sadəcə olaraq 1-2% hallarda uşaqlıqdan kənar hamiləliklərlə də rastlaşa bilirik. Daha sıx gördüyümüz bəli uşaqlıq borusunda, boru hamiləliyi, hətta xəstələrin əksəriyyəti də bu şeyləri bilirlər. Mənim uşaqlıq daxilində görülmədi, yəqin borudadır. Təkcə boru deyil, uşaqlıqdan kənar hamiləlik həm uşaqlıq borusunda, həm yumurtalıq üzərində, həm qarın boşluğunda istənilən bir yerdə, eyni zamanda uşaqlığın əzələ qatında, uşaqlıqda keçirilmiş keysəriyyə çapıq nahiyəsində yerləşə bilir. Uşaqlıq boynu hamiləliyi, servikal hamiləlik dediyimiz hamiləlik də ola bilir. Və bu halda normal uşaqlıq daxilində inkişaf edə biləcək bir hamiləlik digər yerlərdə normal inkişaf etmir. Qadının həyatı üçün təhlükə yaradır, qanama riski yaradır, həm qarın boşluğuna qanama riski, eyni zamanda cinsiyyət yolundan qanama riski yaradır və xanımın həyatını təhlükəyə ata bilir. Buna görə hamiləlik testi etdikdən sonra, adət gecikməsi oldu, hamiləlik testi etdikdən sonra pozitiv çıxırsa, mütəxəssisə müraciət etmək lazımdır. Bəlli bir şərtlərdə, yəni qanda hamiləlik testinin nəticəsi 1500-ün üzərinə qalxdıqdan sonra biz normalda uşaqlıq daxilində hamiləliyi görməliyik. Bundan əlavə də bəzi kriterilər var. Bu, hamiləlik testinin artma sürəti, məsələn, 2 günə 2 dəfə və ondan artıq artması, sürətini, eyni zamanda bəzi hallarda progesteron səviyyəsinə baxılması bizdə müəyyən şübhələr yarada bilir. Ona görə də hardasa bir həftə gecikmə olduqdan sonra və beta-xorionik gonadotropin qanda 1500-ün üzərində olduqdan sonra biz uşaqlıq daxili hamiləliyi görmək istəyirik. Görə bilmiriksə, o zaman uşaqlıqdan kənar hamiləlik olma şübhəsi yarada bilir. Yəni, biz bunu necə, ümumiyyətlə, necə diaqnoz qoya bilirik? İlk öncə aybaşı adət düzənsizliyi var. Adət gecikməsi var və yaxud da adətin həmişə olan miqdarından və yaxud da daha tez, daha gec başlaması fərqləri var. Yəni, adətin düzənli olmaması bizim üçün önəmlidir. Nəyə görə? Bəzi xəstələr deyirlər ki, ay doktor, mən adət gördüm, necə hamilə ola bilərəm? Əslində, belə hallarda da hamiləlik ola bilir. Yəni, adətin həmişə olan normadan fərqliliyi də bizi şübhələndirməlidir. Yəni, 1-2 gün tez gəldi, 1-2 gün gec gəldi, bu dəfə daha az qanama oldu, az-az uzun müddət davam elədi və yaxud bol oldu, sonra azalmağa doğru getdi və uzun müddət davam etdi. Yəni, bu şeylər də bizi şübhələndirməlidir ki, təkcə adət gecikməsi deyil, adət düzənsizliyinin olması altında da bir ektopik, yəni uşaqlıqdan kənar hamiləlik yata bilir. Ona görə də hökmən belə hallarda da doktorunuza müraciət edib problemin nə olduğunu aydınlaşdırmaq lazımdır. Bu, normal gedən bir uşaqlıq daxili hamiləlikdir, pozulmaq istəyir və yaxud da uşaqlıqdan kənar hamiləlikdir, hansı ki, sizin həyatınız üçün təhlükə yarada bilər. Adət gecikməsi var, qanda hamiləlik testi artır, amma normal artmır, uşaqlıq daxilində biz hamiləlik görmürük. O zaman uşaqlıqdan kənar hamiləlik şübhəsi yaranır və bu halda nə etməmiz lazımdır? Doktorunuz dinamikada beta-xorionikinin normal artmasını görmürsə, uşaqlıq daxili bir hamiləlik görmürsə, ultrasəsdə hardasa bir hamiləlik və yaxud pozulmuş bir ektopik hamiləlik görmürsə, uşaqlıqdan kənar hamiləliyi və yaxud görə də bilərik ultrasəsdə, boruda ola bilər, yumurtalıqda, uşaqlıq boynunda, keysəriyyə çapıq nahiyəsində ola bilər.
Bunları gördükdən sonra və yaxud da düşündükdən sonraki ektopik hamiləlik var, müalicəsinə keçəcəyik. Erkən zamanlarda əgər pozulmuş, xəstənin həyatı üçün təhlükə yaradan bir hamiləlik yoxdursa, biz müəyyən medikal dərmanlarla da hamiləliyin olduğu bir yerdə inkişafını dayandıra bilərik və əməliyyat, cərrahiyə ehtiyacı olmaya bilər. Amma daha gecikmiş hallarda artıq ciddi simptomatika verən, qanama simptomatikası verən, qarın boşluğuna qanama yaratmış, pozulmuş bir ektopik hamiləlikdə cərrahi əməliyyat mütləqdir. Çünki bu situasiyada xəstənin həyatı təhlükəyə atılmış ola bilir. Daha çox sıx rast gəldiyimiz boru hamiləliyində boru abortu ola bilir, eyni zamanda boru partlaması ola bilir və nəticədə qarındaxili qanama xəstənin həyatı üçün təhlükə yarada bilir. Bu hallarda öncələrdə əgər daha çox kəsiklə əməliyyat olunurdursa, 21-ci əsrdə, bugünümüzdə laparoskopiyanın inkişaf etdiyi dönəmdə loru dildə lazer deyilən bir laparoskopik əməliyyatla ya boru çıxarıla bilər və yaxud da boru təmizlənib saxlanıla da bilər. Milking dediyimiz bir əməliyyatla və yaxud da tubotomiya dediyimiz üzərində kəsik yapılaraq hamiləlik xaric edilib və boruda saxlanıla bilər. Ona görə də hamiləlik şübhəsi olduqda hökmən fərqli bir dəyişikliklər varsa, şikayətlər varsa, hökmən zamanında doktorunuza müraciət etmək sizin həyatınızı təhlükədən qurtarmış ola bilər.